بغراس الأخلاق مدرسة صارت أخلاقي قد ذقت النور بجنتها في حفظ كتاب الخلاق في صحبة أزهار فاقت في الصدق حديث. بسم الله الحمد لله وحده والصلاة والسلام على من لا نبي بعد. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Kitab-ı Tevhid 5-ci bab. La ilahə illallah şəhadətinə dəvət etmək babı. Uca Allah Əzzə və Cəl Yusuf surəsi 108-ci ayətdə belə buyurur. Ə'udhu billahi minəşşeytanirracim. Qul həzihi səbili əd'u ilallah ələ bəsiratin ənə və mən ittəbə'ni. De, bu mənim yolumdur. Mən və mənə tabi olanlar açıq, aydın dəlillərə əsaslanaraq Allaha çağırırıq. Buxari 1395, 1496 və Müslimin 19-cu hədisində belə rəvayət olunur. Ən İbn Abbas radiyallahu anhuma ən Rasulillahi sallallahu aleyhi və səlləmə ləmmə bə'əfə Muazən iləl-Yəməni qalə ləhu. İbn Abbas radiyallahu anhuma, Allah onların ikisindən də razı olsun, rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm Muazı Yəmənə göndərərkən ona belə demişdir. İnnəkə tə'ti qavmən min əhlil kitab, fəliyəkun əvvələn mə təd'uhum iləyhi şəhədətə ən la iləhə illallah. Həqiqətən sən kitab əhlindən olan bir qövmə gedirsən. Elə isə onları dəvət etdiyin ilk şey La ilahə illallah şəhadət olsun. Və fi rəvayətin ilə əyyuvəhhidullah. Digər bir rəvayətdə isə Allahı təkləşdirmək olsun deyir. Fəinhum ətauka lizəlik fəalimhum ənəllaha əftərədə aleyhim xamsətə salavatin fi kulli yevmin və leylətin. Əgər bu işdə sənə itaət etsələr, onlara bildir ki, Allah onlara hər gündüz və gecədə 5 vaxt namaz fərz etmişdir. فإنهم أتاوك لذلك فعلمهم أن الله افترض عليهم صدقة تؤخذ من أغنيائهم فترد على فقرائهم فإنهم أتاوك لذلك فإياك وكراعم أموالهم واتق دعوة المظلوم فإنه ليس بينها وبين الله حجاب. Əgər bu işdə sənə itaət etsələr, onlara bildir ki, Allah varlılarından götürülüb kasıblarına veriləcək zəkatı onlara fərz etmişdir. Əgər bu işdə də sənə itaət etsələr, onda onların mallarının ən qiymətlisini götürməkdən çəkin və məzlumun duasından qorx. Çünki onunla Allah arasında heç bir pərdə yoxdur. Və yenə də Buxari və Müslimin Səhil bin Səddən radiyallahu anhudan rəvayət edir ki, وَلَهُمَا عَنْ سَهْلِ إِبْنِ سَعِيدَ أَنَّ رَسُولِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ يَوْمَ الْخَيْبَرِ. Səhil bin Səddən rəvayət edir ki, Rasulullah sallallahu aleyhi ve sellem Xeybər günü dedi, لَأُؤْتِيَنَّ الرَّايَةَ غَدًا رَجُلًا يُحِبُّ اللّٰهَ وَرَسُولَهُ وَيُحِبُّ اللّٰهُ وَرَسُولُهُ يَفْتَهُ اللّٰهُ عَلَى يَدَيْهِ. Həqiqətən mən sabah bayrağı elə bir adama verəcəm ki, o Allah və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir. Allah onun əli ilə fəth bəxş edəcəkdir. Fəbətən nəsu yədukun ləylətəhum əyyuhum yu'taha fələmmə əsbəhu qadav alə Rasulillahi sallallahu aleyhi və səlləmə kulluhum yercu ən yu'taha fəqalə əynə Əliyyu ibn Əbu Talib fəqilə huvə yeştəqi əynəyhi və ərsalu iləyhi فآتي به فبصق في عينيه وداع له فبراء كان لم يكن به وجع وأعطاها الرياح فقال. İnsanlar o gecələrini bayraq onların hansına veriləcək deyə müzakirə etməklə keçirdilər. Sabahladıkları zaman onların hamısı bayrağın ona veriləcəyi ümidi ilə Rasulullahın sallallahu aleyhi və səlləmin yanına getdilər. O dedi, Əli ibn Əbu Talib haradadır? Dedilər ki, o gözlərindən şikayətlənir. Arxasınca adam göndərib onu gətirdilər. Beləliklə onun gözlərinə yüngülcə tüpürdü və onun üçün dua etdi.
O sanki ağrısı olmamış kimi yaxşılaşdı. Sonra bayrağı ona verdi və dedi: "Unfus ala rislika hatta tanzila bisahatihim thumma ad'uhum ila al-islam wa akhbirhum yajibu alayhim min haqqillahi ta'ala. Min haqqillahi ta'ala fihi fa wallahi la yahdillahu bika rajulan wahidan və xayrun laka min humrin na'am." Onların ərazilərinə çatana qədər tələsmədən irəlilə. Sonra onları İslam'a dəvət et. Və bu məsələdə uca Allahın onların üzərində haqqının olduğunu onlara xəbər ver. Allaha and olsun ki, Allahın sənin vasitənlə bir adama hidayət verməsi sənin üçün qırmızı dəvələrdən daha xeyirlidir. Subhanakallahumma və bihamdik əşhədu ən la ilahe illə ənt əstəğfiruka və ətubu ileyh.